Salam dostlar. Bugün Güler Hanım'la birlikte Kanal S'in sözün bittiği an verilişindeyiz. Veriliş hele başlamayıb, artıq ictimaiyyət gəlib, şikayətçilər gəlib, qızışır. Güler Hanım necəsiz? Sağ olsun. Necəsiniz? Sağ olun, xoş gəlmişsiniz bizim verilişə. Salam olsun. Dostlar, saat 11'də efirə gedəcək canlı efirdə, verilişdə biz çox maraqlı məsələlərə qoşulacağıq. Cəmiyyətimiz niyə bu gündədir? Niyə valideynlər bir-birinə vuruşur? Niyə ata ilə ana, gəlinlə qaynata konfliktədir? Bunun səbəbi nədir? Nə üçün bu belə oldu? Niyə biz vuruşuruq? Niyə cəmiyyəti düzəldə bilmirik? Niyə digər cəmiyyətlər kosmosa uçmaq haqqında fikirləşir? Yer kürəsinin problemləri ilə bağlı məsələlərə fikir verir, amma bizimkilər hələ də ailə məişət davası ilə, yenə də aliment, yenə də məhkəmələr, yenə də qızılı geri qayıtlar, yenə də uşaqlar mənimdir, ya sənin məsələləri müzakirə edilir. Bu yöndə hər birinizi dəvət edirəm, baxın, ətrafdakilərə kömək edin. Yalnız bizim deməyimizlə cəmiyyət düzəlməyəcək. Siz cəmiyyətin düzəlməsi üçün ən azı konflikti, münaqişəli insanların və ailələrin az olması üçün bizim cəmiyyətə kömək etməlisiniz. Bu cəmiyyət bizimdir, sizindir və onun inkişafında, problemin həllində hər birimiz iştirak etməliyik.